Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Əziz qardaşlarım, ilk əvvəl həmişə olduğu kimi hamınıza eləcə də özümə Allahdan qorxmağı nəsiyyət edirəm. Elhamdülillah bugünkü iftar məclisini də Allah Subhanahu bizə müvəffəq elədi. Bir yerdə toplaşıb iftarımızı etdik. Yəni bunu niyə xüsusilə vurğulayıram? Bu məclisi təşkil edənin malına Allah bərəkət versin deyə dua etmək istəyirəm. Peyğəmbər sallallahu aleyhi və sələmin bizə öyrətdiyi duanı. Aftara indakumus saimun və akələ ta'amukumul əbrar və sallət aleykumul mələykə. Qoy sizin yeməyinizi, xüsusilə də bu iftar yeməyinizi oruç tutanlar yesin. Mələklər sizin üçün dua eləsin. Peyğəmbər sallallahu aleyhi ve sellem bunu bizə öyrədib ki, biz daim bir-birimizə dua edək, bir-birimiz üçün Allahdan xeyir arzulayaq. Və beləcə Allah subhanət hələ bizim aramızda olan o ülvi məhəbbəti daha da möhkəmləndirsin. Bugünkü mövzumuz da elə buna aiddir. Mövzuya başlamamışdan əvvəl qeyd edim ki, bəzi müsəlmanlar ancaq Ramazanda özünü müsəlman kimi aparır. Müsəlmandır, amma Ramazanda iman artır, Ramazandan sonra artıq imanı azalır. Bunun səbəbi nədir? Ramazanda qarşısına məqsəd qoyur ki, Ramazan boyu çoxlu savab qazanacam. Çoxlu Quran oxuyum, tövbə eləyim günahlarıma görə, Allahdan bağışlanma diləyim, ibadətləri vaxtında eləyim, gecə namazı qılım, zikirlər edim, qardaşlarla münasibətimi düzəldim, heç kəsə qəlbimdə kin saxlamayım, nifrət eləməyim və s. sədəqə verim. Bu yaxşı işləri ancaq Ramazan üçündür. Ramazan bir məktəbdir ki, Ramazanda özünü öyrəşdirəsən. Ramazandan sonra 11 ay bu cür davam edəsən. Bu cür əxlaqlı mömin olasan. İl boyu belə olasan. Ömrünün sonuna qədər belə olasan. Və belə də dünyadan köçüb gedəsən. Əməli salihlərə qovuşasan. Ramazan bunun üçündür. Mövzumuzun da adı Ramazandan sonra islah olunmayanlara nəsihətdir. Yəni Ramazanda özünü mömin kimi aparır, Ramazandan sonra amma hər şey yaddan çıxır. Təsəvvür edin, Ramazanda vacib olmayan təravih namazına, təravih namazı vacib deyil. Özdə cəmaatla qılmaq da vacib deyil. Amma hər gecə məsciddədir adam. 30 gecənin 30-unda da məsciddə təravih qılır. Yaxşı, Ramazandan sonra vacib namazlara məscidə niyə gəlmirsən bəs? Ramazan boyu Quranı xətm eləyir bir dəfə, bəlkə də 2 dəfə, 3 dəfə. Ramazandan sonra bəs niyə Quran oxumursan? Eyni də o bir əməllər. Məyər ibadət ancaq Ramazana aiddir. Ramazandan sonra da gərək elə davam eləyəsən. Və xüsusilə mövzumuza aid o kin-kudurət məsələsidir. Bugünkü gün müsəlmanlar niyə pərən-pərən düşüb, firqələrə bölünüb, ayrılıblar? Niyə Peyğəmbər sallallahu aleyhi və sələmin zamanındakı kimi bir bütöv cəmaat deyirlər? Bir bütöv cəmaat olsalar, Allah subhanət hələ onlara mərhəmət göstərəcək. Parçalananda ancaq Allahın əzabı bürüyür onları. O bir bütöv cəmaat olmaq üçün onun bir dənə yolu var. Qəlbindən olan kini, kudurəti çıxardasan. Onda bütöv bir cəmaat olacaqsan. Mən əlhəmdülillah uzun illərdir bunun üçün çalışıram. Hər bir xütbəmdə xüsusilə vurğulayıram ki, ay müsəlmanlar, birləşin. Əgər sənin qarşındakı müsəlmandırsa, istəyir sünni olsun, istəyir şiə olsun, istəyir hənəfi olsun, şafi, kim olur olsun, müsəlman sayırsansa, müsəlmanın müsəlman üzərində haqları var. Sənə salam verir, salamını almalısan. Asqırıb yanında əlhəmdülillah sizə yərhamukallah deyirsən. Vəfat edib cənazəsində iştirak edirsən. Xəstələnib ziyarət edirsən. Köməyə ehtiyacı var, kömək edirsən. Səndən nəsə nəsiyyət istəyir, ona nəsiyyət verirsən.
Bu müsəlmanın müsəlman üzərində olan haqlarıdır. Hə, əgər o adam hər hansı bir bidətə yol verirsə, onun o bidətini ona başa salmaq lazımdır. Amma o bir dənə əməlinə görə, o bir bidətinə görə onun tamamilə şəxsiyyətinin üstünə xət çəkmək, bax bu günə gətirib çıxarır ki, indi müsəlmanlar yer üzündə parça-parçadır. Firqə-firqədir. Müsəlmanların birləşməsi üçün Allah Subhanahu və Peyğəmbər s.ə.v yollar göstərib. O yolların hamısını mən qeyd eləmişəm son yazdığımız kitabda. Kitabın adı Müsəlmanların birliyinə çağırışdır. Və o kitabı biz 4 dildə hazırlamışıq. Azərbaycan, Rus, Türk, İngilis dillərində. İstənilən dində istənilən adam oxuya bilər. Bu kitabda vurğulamışam ki, məzhəblər fərqli ola bilər, təriqət fərqli ola bilər. Ancaq adamda tovhid varsa, deməli müsəlmandır. Və müsəlmandırsa, deməli bunlar birləşə bilər. Və hətta misallar da çəkirəm həmişə. Gəlirsən məsələn üçün ümrə ziyarətinə, Ramazandır, Məkkədəsən. Bir nəfər zəngin adam iftar süfrəsi açıb. Hamını da dəvət edir o süfrəyə. Sən o süfrəyə gələndə, o süfrənin ətrafında oturanlardan soruşursan, hansı firqədənsən, hə? Soruşmursan. Hamısıyla salamlaşırsan. Elə deyil, hətta bəlkə qucaqlaşırsan. Namaza duranda soruşursan ki, yanımdakı kimdir? O ilə ayağımı birləşdirim, namaza durum. Yox. Durursan o ilə bir yerdə namaza. Qardaş hesab edib o ilə bərabər namazını qılırsan. Eləcə də, əgər biz düşünsək ki, qarşımızdakı müsəlmandır, müsəlmanın müsəlman üzərində olan haqqını ödəməliyik, onda müsəlmanlar birləşəcək. Sadəcə olaraq müsəlmanların qəlbinə şeytan elə vəsvəsə salır ki, onlar bax fikirləşir ki, bunda nə səhv tapım. O səhvi tapandan sonra onu necə gözdən salım. Onu necə biabır eləyim. Onu necə nüfuzdan salım. Bu da gətirib həmən o firqəyə çıxarır. İndi bu müşkülü aradan qaldırmağın yolu, əsas bax, bugünkü mövzum odur. Müsəlman qardaş və bacılarıma, bu söhbəti sonradan dinləyən hər bir müsəlmana çatdırmaq istədiyim nədir? Bu hədisi, indi deyəcəyim hədisi yadında saxlasın, hətta qulağında sırğa eləsin, elə yadında saxlasın və bu hədisə ömrü boyu əməl eləsin. Onda görəcək ki, qəlbindəki kin-kudurət tamamilə yox olub gedib. Hədis belədir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim səbr ayını, Ramazanı səbr ayı adlandırır, yəni Ramazan ayını və sonraki ayların hər ayın 3 gününü oruç tutsa, Allah onun qəlbində olan kin-kudurəti silib aparacaq. Bax, Ramazan ayını Allah üçün oruç tutdun, ixlasla. Sonra da hər ayın 3 gününü oruç tutdun, özün hiss edəcəksən ki, heç kəsə qarşı qəlbində heç nə saxlamırsan. Deyirsən ki, Allahım ona hidayət ver. Yadından çıxardırsan tamamilə. Çünki artıq qəlbin təmizlənir. Qəlbin ağappaq olur. Qəlbin mülayim olur, mərhəmətli olur. Əsl müminin qəlbi kimi, ya. Allah Subhanahu Quranda nə deyir? Ruhəməu beynəhum, əşiddəu aləl kuffar. Onlar öz aralarında bir-birlərinə olduqca mərhəmətlidirlər. Kafirlərə qarşı sərtdirlər. Amma indi baxırsan, dünyanın bir çox yerlərində əksinidir. Bir-birinə sərtdirlər, hətta bir-birinin qanını axıdırlar. Kafirlərə isə qarşı mərhəmətlidirlər. Belə şey olar, belə mömin olar. Qəlbdən o kin-kudurəti çıxartmaq üçün, yadınızda saxlayın, oruç tutmaq. Oruc elə-belə əməl deyil, ha. Düzdür, İslamın birinci rükünü namazdır. Əsası dayağı namazdır. Gündəlik 5 vaxt namaz. Amma oruc elə-belə əməl deyil, ha. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah subhanətə alə qüdsi hədisdə deyir ki, qulum elədiyi əməllərin hamısını yazın. Mələklər də savabını yazır, hamısını. Namaz, sədəqə, həc və digər əməlləri. Bir dənə deyir, orucla işiniz olmasın. Bu mənə aiddir, onun savabını özüm verəcəm. Yəni, savabın orada həddi hüdudu göstərilmir, orucun. O dərəcədə faydadır insan üçün. O faydalardan biri də nədir? Bayaq dediyim,
qəlbdə olan kin küdurəti aparır. Qəlbdə də əgər kin küdurət olmazsa nə baş verəcək? Diqqət edin. Allah Subhanahu Quranda deyir ki, onlar cənnətdə oturacaqlar, bir-birinə qarşı taxtların üstündə bir-birlərinə baxacaqlar. Qəlblərində heç bir kin küdurət olmayacaq. Deməli, qəlbində kin küdurət olmayanları Allah Taala cənnətə daxil edir. Müsəlmanları sevən müsəlmanı Allah Taala cənnətə daxil edir. Qəlbində gərək kin küdurət olmasın. Buna bir başqa dəlil. Bir sahabə Peyğəmbər s.ə.v-in zamanında. Bu da elə bir məşhur sahabə deyil ki, məsələn, hafiz Quran olsun, təfsir alimi olsun, mühəddis, hədis əzbərləyən olsun, gözəl səslə Quran oxuyan olsun. Yox, bu bədəvidir. Çöldə dəvə oturan bədəvi. Peyğəmbər s.ə.v sahabələri ilə oturub, o məşhur sahabələr danışır. Abu Bakır var orada, Ömər, Osman, Əli və digərləri. Onların yanında deyir ki, indi bu qapıdan bir nəfər içəri daxil olacaq. Cənnət əhlindəndir. Sağlığındaykən onu cənnətlə müjdələyir. Təsəvvür edin. Adam içəri girir, hamı baxır ki, bu niyə cənnət əhlindəndir? Yəni bu məsciddə çox az görürük. Nə bir üstünlüyü var? Bizdən nəyi üstündür ki, cənnət əhlidir? İkinci gün təzdən Peyğəmbər s.ə.v yenə deyir ki, bu qapıdan indi bir nəfər içəri daxil olacaq, cənnət əhlidir. Eyni adam daxil olur. Üçüncü gündə həmin adam daxil olur. 3 gün dalbadal cənnətlə müjdəliyir adamı. Təsəvvür edirsiniz? Yeganə sahabədir ya, 3 gün dalbadal onu cənnətlə müjdəliyir. Eyni adamı. Abdullah ibn Amr ibn As radiyallahu anhuma deyir ki, gedim mən bir maraqlanım. Görün bu neyinir ki, bunu Allah Taala bizdən üstün eləyib, cənnətlik. 3 gün onun evində qalır, heç nə görmür. Baxır ki, səhər durdu, getdi işə, iş adamıdır. Axşam evə gəlir, vacib namazlarını qılır və yatır. Başqa heç nə. Axırda ondan soruşur ki, qardaş, düzünü de görüm, sən neyinirsən ki, Allah subhanahu teala sənə bax, cənnəti nəsib edir. Deyir, mən heç bir müsəlmana qəlbimdə kin saxlamıram. Hamı üçün dua edirəm ki, Allahım onlara hidayət ver, bağışla günahlarını. Abdullah ibn Amr ibn As deyir ki, bu bəs eləyir, hansı birimiz sənin kimi ola bilərik? Bu çox çətindir ya. Əminliklə deyə bilərəm ki, hər birinizin qəlbində kiməsə qarşı bir inciliyi var. Əminliklə deyə bilərəm. O inciliyi aradan qaldırmaq da çox çətindir. Onun bir dənə yolu var. Oruç tutmaq. Və oruç tutanda da, həmin bu Ramazanı tutdunuz əlhəmdülillah. O biri aylarda da 3 gün. Orucu tutanda da qəlbinizdə fikirləşin ki, bu ilə mənim aramda nə varsa qoy qalsın axirətə. Axirətdə hesablaşaraq cənnətin qapısının qarşısında haqq hesab olacaq müsəlmanlar arasında. Saxla ora. Amma bu həyatda bizim bir olmağımız üçün, bir cəmaat olmağımız üçün, mehriban bir cəmaat olmaq üçün o kin-küdurəti kənara qoymaq lazımdır. Yaddan çıxarmaq lazımdır. İndi mən sizə əsas məsələyə toxunacağım. Əsas məsələ nədir? Bax, hardan bilək ki, müsəlmanlar arasında kimin qəlbində kin-küdurət yoxdur? Kimin qəlbi təmizdir? Hardan bilək bunu? Bunun əlamətini deyəcəm, siz özünüz də adama baxanda biləcəksiniz ki, bu həmin adamlardandır. O adamlardan ki, o qəlbini təmizləməyə çalışır. Qəlbini kin-küdurətdən təmizləməyə çalışır. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, sizə ən xeyirliniz barədə xəbər verimmi? Sahabələr deyir ki, bəli ya Rasulullah, müsəlmanların ən xeyirlisi kimdir? Deyir ki, o kəslər ki, onları görəndə Allah yada düşür. Bax, görsəz ki, adamı görəndə o sənə elə sözlər deyir ki, sənin imanını artırır. Səni Allaha yada salır. Dindən danışır, Qurandan danışır, hədisdən danışır. Sənə xoş sözlər deyir. Ən azı deyir, Əssəlamu aleykum və rəhmətullahi və barakatuh. Sənə dua edir ki, Allahın əmin-əmanlığı olsun sənə, rəhməti yetişsin, bərəkəti yetişsin. Bil ki, bu adam xeyirli insandır. Sonra davam edir Peyğəmbər sallallahu aleyhi ve sellem, deyir ki, sizə ən pisiniz barədə xəbər verimmi? Diqqət edin, o da müsəlmandır, Allah hidayət versin. Amma ən pisidir. Müsəlmanların ən pisi. Əlamətləri budur, bu əlamətlərdən biləcəksiniz. Kim ki qəlbində kin-küdurət var, bu əlamətlərdən biləcəksiniz.
3 dənə əlamət sadalayır orada Peyğəmbər sallallahu aleyhi ve sellem. 1. Qardaşların arasını vuranlar. 2. Söz gəzdirənlər. 3. Təmiz adamlara şər yaxanlar. Və bu 3 əlamətdən birini kimdə görürsünüz, bilin ki, qəlbi hələ təmizlənməyib. O adam gərək qəlbini təmizləsin. Bu Peyğəmbər sallallahu aleyhi ve sellemin dediyi hədisdə olan o əlamətlərdir. İndi keçək alimlərin dediyi sözü. Alimlər deyir ki, çox sadə, adamın üzünə bax, üzündə görsən ki, onun xeyirxahlıq var, üzündən xeyirxahlıq yağır, nur var. Bil ki, bunun qəlbi də təmizdir. Yox, əgər baxsan ki, adamın üzü qapqaradır, zəhirmar yağır üzündən. Bil ki, o qəlb onun üzünə vurub. Onun üzü qəlbinə görə elə olub. Və bu elə-belə şey deyil, alimlər bunu hardan götürüb? Hədislərdən. Müşriklər o dövrdə öz övladlarına, yaxınlarına deyirdilər ki, Muhammədə yaxınlaşmayın. Sallallahu aleyhi və səlləmə. Yaxınlaşsa sizi ofsunlayıb özünə tərəf çəkəcək. O cadugardır, sehirbazdır. Cürə-bəcür ləqəblər qoşurdular ona. Bir nəfər gəlir, onun yanından keçəndə qulaqlarını tutur belə. Eşitməsin onun dediklərini, eşitsə onu sehirləyə bilər də, özünə tərəf çəkə bilər. Qulaq bağlıdır, amma göz görür axı. Subhanallah. Gözü ilə Peyğəmbər sallallahu aleyhi ve sellem'i görəndə deyir ki, bu pis adamı oxşamır. Bunun üzündə nur var. Qulaqlarını da açır, yaxınlaşır, qulaq asır onun dediklərini, əlini uzadır, şəhadəti gətirir, İslamı qəbul edir. Bax, bu əlamətlər olan insan qəlbinin təmizliyinə dəlalət edir. Ona görə çalışın ki, qəlbinizi təmizləyəsiniz. Və nə Allah üçündürsə, Allah ona bərəkət verir. O da nə vaxt olur? Sən qəlbini təmizlədin, gərək qəlbi təmiz olan insanlarla dostluq eləyəsən. Onlarla oturub durasan. Əgər sən onlarla oturub durmasan, məsələn, bütün günü gəlib elə məclisdə otursan ki, orada siqaret çəkirlər, içki içirlər. Üzr istəyirəm ifadəmə görə, zinadan söhbət eləyirlər. Rüşvət, sələm və s. Birazdan sən də onlara meyil edəcəksən. Bəlkə də onların tayı olacaqsan. Adam necə yoldan çıxır? Peyğəmbər s.ə.v deyir ki, oturub durmayın o körük vuranlarla, tüstü isi verənlərlə. Oturub durun kimi ilə? Ətir satanlarla, ətir vuranlarla. Bu misaldır, elə belə misal çəkir. Hədisdir də, ətir vuranla körük vuran məsələ nəyə bənzəyir? Sən ətir vuranın yanına gəlib gedəndə səndən gözəl iyi gəlir. Amma dəmirçinin yanına gəlirsən, o tüstüsən, bədəni və hopur səndən pis iyi gəlir. Allah rəhmət eləsin, Nizami Gəncəvi deyir ki, yaxşı adamlarla sən ol həmsöhbət, yaxşıdan yaxşılıq görərsən fəqət. Çəməndə oturan gül ətri verər. Nadanla otursan, zərəri dəyər. Yaxşı insanlarla oturub durmağa çalışın. Bax, baxırsan ki, adamın əvvəli pis olub. Amma gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmlə dostlaşır, adı tarixə düşür. Ömər ibn Xattab kimi, radiyallahu anhu və digər sahabələr kimi. Amma elə də olur ki, ailədə valideyn ona gözəl tərbiyə verir. Uşaq vaxtından namaz qılır, oruç tutur, Quran oxuyur. 15-16 yaşına çatır, gedir, qoşulur avaralara. Onlar kimi olur avara. Başlayır pis-pis işlər görməyə. Bax, yaxşı dostla oturmağın faydası budur ki, biz çalışaq həmişə yaxşı insanlarla oturaq. Məni qardaş dəvət edəndə bu məclisə sevə-sevə dedim gedəcəm. Niyə? Çünki o yerdə ki, Allahı yad edirsən, dərhal o yeri mələklər əhatəyə alır qanatları ilə. O məclisdə olanların qəlbinə sükunət nazil edir. Qəlb rahat olur. Heç bir sıxıntı qalmır qəlbdə, dünya sıxıntıları. O məclisdə olanların hamısının günahlarını bağışlayır. Və bir də o məclisdə olanları Allah Teala daha xeyirli məclisdə mələklərin yanında yad edir. Ad ba ad. Quranda vəd verdiyi kimi. Fəzkuruni əzkurkum. Siz məni yad etsəz, mən də sizi yad edəcəm. Biz indi onu yad edirik, Allah da bizi yad edir. Biz Allahın rizasını qazanmaq üçün çalışmalıyıq, qəlbimizi təmizləməliyik.
Bunun üçün, bayaq dedim, oruç tutmaq, yaxşı insanlarla oturub durmaq. İndi əsas məsələyə gələk. Peyğəmbər sallallahu aleyhi ve sellemin bir hədisini deyəcəm, onu izah edəcəm. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, min husnil islamil mər'i tərkuhu mə lə ya'nih. Müsəlmanın İslamının gözəlliyi ondadır ki, özünə aid olmayan işlərə qarışmasın. Əks anlamı nədir bu hədisin? Əks anlamı. Müsəlmanın çirkinliyi, yaramazlığı ondadır ki, özünə aid olmayan işlərə qarışsın. Əks anlamı budur. Yəni, müsəlman öz işi ilə məşğul olanda Allah tərəfindən sevilir. Allah onu sevir. Həqiqi müsəlman sayılır. Elə ki, müsəlman özünə aid olmayan işlərə başlayır qarışmağa, artıq orada tərbiyəsizlik edir. İslam əxlaqından kənara çıxır. Yaramaz insan sayılır Allah yanında. Və özünüz təsəvvür edin, mən İslamla məşğul olan adamam. 35 ildir İslamla məşğulam. Gəldim bir xəstəxanaya, həkimin yanına ki, mənə bir əlac yazsın, dərman və s. Həkim nəsə yazır, mən götürürəm kağızı, deyirəm, həkim, sən səhvsən. Bu dərman səhvdir. Ümumiyyətlə, sənin bu müalicən düzgün deyil. Sən nə oxumusan? Bu həkim üçün təhqir olmayacaq. Deyəcək, sən nə danışırsan? 30 ildir mən bu işin içindəyəm. Universitet bitirmişəm, təcrübədən keçmişəm. Neçə illərdə həkim işləyirəm. Sən mənə ağal öyrədirsən. Ged öz sahəndə, öz işinlə məşğul ol. Artıq o həkimin gözündə mən nə olacam? Tərbiyəsiz. Ki, gəldim ona qarşı tərbiyəsizlik elədim. Eləcə də gəlirəm məsələn maşınımı düzəltdirməyə. Maşını düzəldən adam 30 ildir o işin içindədir. Gəlib ona deyirəm ki, bunu düz eləmirsən. Başlayıram üstünə qışqırmağa. Bu mənə necə baxar? Deyir, bu tərbiyəsizdir ki, məni əgər mütəxəssis saymırdınsa, mənim yanıma niyə gəlirdin? Hər bir sahədə belədir ya. İndi siz təsəvvür edin ki, taksi şoförü, kartof satan, nə bilim, mühəndis, nə bilim, deyir ki, filan kəs dini məsələdə səhv eləyir. Və ləqəblər qoşur ona. Bidətçi, hizbiçi, xavariz, nə gəldi ağlına danışır. Bu nə dərəcədə İslam əxlaqına uyğundur? Nə dərəcədə bu hədisə uyğundur? Sənin öz işin var, öz işinlə məşğul olmalısan axı. Elə deyil? İslam əxlaqı nədir? Əxlaq bu hədisdədir. Öz işinlə məşğul olsan, onda həqiqi müsəlman sayılırsan. İslamın gözəlliyi ondadır ki, adam öz işi ilə məşğul olsun. Və belə olandan sonra, əxlaqın gözəl olandan sonra nə gözləyir səni? Bir-bir sadalayacam. Və bunun əksini də fikirləşin. Əxlaq gözəl olmasa, burada sadaladıqlarımdan məhrum olacaqsınız. 1. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, sizin ən xeyirliniz, əxlaqı ən gözəl olanınızdır. Əxlaq yoxdursa, deməli, müsəlmanların ən pisi sayılır. Əgər adam səhərdən axşama qədər qardaşların arasını vurursa, dedikodu yayırsa, şər atırsa, öz işi ilə məşğul olmursa, müsəlmanların ən pisi sayılır. Ən xeyirlisi olması üçün əxlaqlı olmaq lazımdır. İkincisi, deyir ki, mömin adam öz əxlaqı ilə gündüzləri oruç tutub, gecələri ibadətlə keçirən kimsələrin dərəcəsinə qalxır. Heç nə eləmirsən, bir dənə ancaq gözəl əxlaqla o boyda savab qazanırsan. Yəni, bütün gündüzləri oruç tutmuş, gecələri də ibadətlə keçirmiş adamı savabı qədər savab qazanırsan. Bayaq qeyd elədim də orucun savabı nə qədərdir? Həddi yududu yoxdur. Amma əxlaqla həmin o savabı qazanırsan. Deməli, üçüncü hədis lap möhtəşəm hədisdir. Sizin mənə ən sevimli olanınız, qiyamət günü hovuzumun yanında, cənnətdə də mənə ən yaxın olanınız, əxlaqa ən gözəl olanınızdır. Bunun əksi nədir? Əxlaq olmasa, Peyğəmbər s.ə.v səni sevməyəcək, hovuzun yanında olmayacaqsan, cənnətdə ona yaxın olmayacaqsan, bunlar hamısı gör nədən səni məhrum edir. Bir dənə o əxlaqsızlıq, tərbiyəsizlik səni bundan məhrum edir.
Əxlaqsızlıq deyən kimi insanların ağlına nə gəlir birinci növbədə? Ki, bu pis yolun yolcusudur. Yox, İslam onu demir. İslam əxlaq deyəndə, İslamda olan qayda, qanunlara riayəti qəsd edir. Əgər sən buna riayət eləmirsənsə, istəyir zahiri görünüşün necə olur olsun. Saqqal, hicab, balaq, nə olur olsun, dəxli yoxdur. Sən tərbiyəsiz sayılacaqsan. Yəni, məsələn üçün, kimsə mənə gəlib deyir ki, filan kəs bu boyda saqqalla 100.000 alıb məndən qaytarmır. Alladıb məni. Bu nə dərəcədə İslam əxlaqına uyğundur? Adam bilir ki, pulu qaytarmadıqca cənnətə girməyəcək. Qəbirdə cəsədi soyumayacaq. Ölsə günahlarını bağışlanmayacaq. O haqq sahibi bağışlamayacaq. Bütün bunları bildiyi halda bunu eləyir. Demək, bunda tərbiyə yoxdur. İslam tərbiyəsi. Allah qorxusu yoxdur. Olsa, onu eləməz. Həmçinin, Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, insanların cənnətə girməyinə ən çox səbəb olan əxlaqdır, gözəl əxlaq. Yəni, insanlar nə qədər cənnətə girəcək, o cənnətə girənlərin arasında əksəriyyəti əxlaqlılar olacaq. Əxlaqlarına görə Allah Taala onları bağışlayacaq. Gözəl əxlaq Allahın mərhəmətinə qovuşmağa səbəbdir. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim mənə iki çənəsi arasında olanı və iki budu arasında olanı qoruyacağına söz versə, mən onun cənnətə daxil olmasına zəmanət verirəm. Dilini qorusan, cənnətə girəcəksən. O bir hədisdə deyir ki, kim sussa, nicat tapacaq. Susmaq daha yaxşıdır, nəinki danışıb kiminsə haqqına girəsən. O bir hədisdə deyir ki, Allaha və axirət gününə inanırsınızsa, ya xeyir danışın, ya da susun. Bax, bu hədislərin hamısı nəyə gətirib çıxarır? Yəni, Rasulullah sallallahu aleyhi ve sellem bunu elə belədən deməyib ki, bunu ona görə deyib ki, müsəlmanlar bir-biri ilə əxlaqla davransın və müsəlmanlar arasında birlik olsun, mehribançılıq olsun. O qədər tarixi rəvayətlərə baxırsan, görürsən ki, bu rəvayətlərdə deyilir, məsələn üçün, bir nəfər, o bir nəfərlə arasına hansısa bir ədavət düşdü, bu onu öldürdü. Nəyə görə? Bir dənə fikrə görə. O, onun fikri ilə razılaşmayıb. Sənin fikri ilə razılaşmır, qiyamət var. Qiyamət günü haqq hesablaşacaqsan. Bu dünyada sən dərhal o qardaşınla əranı düzəltməlisən axı. Düzəltməyəndə aranı nə baş verir? Birinci, dördüncü gün Allah Taala müsəlmanların günahlarını bağışlayır. Yalnız bir-birinə ədavət bəsləyən müsəlmandan başqa. O müsəlman ki, bir-birinə ədavət bəsləyir, onları bağışlamır Allah Taala. Buna da dəlil nədir? Bir gün Peyğəmbər sallallahu aleyhi ve sellem görür ki, bayırda səsküy var. Az qala əlbəyaxa olacaq, indi dava eləyəcəklər. 2 nəfərdir. Bayıra çıxır, görür ki, biri ənsardandır, biri mühacir. Bunların mübahisəsi nəyin üstündə düşüb? Mühacirdir, mən səndən üstünəm. Çünki mən hicrət eləmişəm, İslamı səndən əvvəl qəbul eləmişəm. Ənsar deyir ki, mən səndən üstünəm. Çünki biz sizə sığınacaq vermişik Mədinədə. Sizə dayaq olmuşuq, dəstək olmuşuq. Peyğəmbər sallallahu aleyhi ve sellem hər ikisinə deyir ki, hər ikiniz bu halda ölsəz cəhənnəmliysiniz. Halbuki Allah Taala Tövbə surəsinin 100-cü ayəsində deyir ki, mühacirlər və ənsar cənnətlikdir. Allah onlardan razıdır. Bu ayədir, bu ayə. وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُهُمْ بِإِحْسَانٍ رَضِيَ اللّٰهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ. Bu ayədir. Allah mühacir və ənsardan razıdır və onlara cənnəti hazırlayıb. Amma əgər onların ixtilafı aralarında ədavətə gətirib çıxarırsa və firqə olurlarsa, hamısı cəhənnəmli olacaq. Bu da dəlildir. Biz müsəlmanlar ola bilər, öz aramızda hansısa bir məsələdə narazı olaq bir-birimizdən. O əlini belə qoydu, bu əli açıq namaz qıldı, bu möhürlə qılır, o möhürsüz qılır. Bunu gətirib, şişirdib, böyük bir ədavətə çevirmək cəhənnəmə aparır. Baxın, Ömər ibn Xattab radiyallahu anh nə deyir?
çox danışan adamın xətası çox olur. Yəni kim ki oturur, insanları müzakirə edir. Bu belə elədi, o elə elədi. Bütün günü boş-boş danışır. Onun əvəzinə zikr eləsə, Quran oxusa, onun üçün daha xeyirli olar. Xətası çox olur. Xətası çoxalanın günaha çoxalır. Günaha çoxalan da cəhənnəmə gedir. Hamısı bir-birinə bağlıdır, fikir verirsiniz. Abdullah ibn Məsud radiyallahu anh deyir ki, özündən başqa ibadətə layiq olmayan, məbud olmayan Allaha and olsun ki, yer üzündə uzun müddət həbs olunmağa, yəni zindanda, həbsxanada qalmağa layiq olan ancaq dildir. Ağzını bağlayasan, onu həbs eləyəsən orada, danışmasın. O çıxdı, alimlər deyir ki, sən danışdın, əgər danışdın, o danışdığın söz ya sənin lehinə olacaq, ya əleyhinə olacaq. Danışdığın sözə görə sən məsuliyyət daşıyacaqsın. Və Peyğəmbər sallallahu aleyhi və sələm sahabəsinə deyir ki, insanlar bir dənə dilə görə, bir dənə dillə cəhənnəmin dibinə düşəcəklər. Sahabə deyir, ya Rasulullah, dil, yəni o qədər başqa böyük günahlar var da, şirkdir, küfürdür və s. Dil deyir, əlbəttə dil. Çünki dil insana çox günahlar qazandırır. Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisi var. O hədisdə deyir ki, hər səhər, çox maraqlı hədisdir bu, hər səhər bədən əzalarının hamısı, əllər, ayaqlar, göz, qulaq, dodaq, burun, nə varsa bədəndə, hamısı dilə deyir ki, bugün özünü yaxşı apar. Sənə görə bizim başımız ağrıyır. Fikir ver, həqiqətən bu belədir ya. Adam dillə gəlib kiməsə nəsə söyür, tutub onun dilini dartıb, onun dilini vurmurlar ki. Başına vururlar, qarnına vururlar, ayağını vururlar, sındırırlar. Elə deyil. Dil elə orada da qalır salamat. Amma dilə görə bütün bədən üzvləri əziyyət çəkir. Ona görə bədən əzaları deyir ki, özünü yaxşı apar, özünü yığışdır. Yəni, sən artıq əski hərəkət edirsən, sənə görə biz əziyyət çəkirik. İndi müsəlmanlar əgər dillərini qorusalar, xüsusilə də qeybət məsələsində. Bir var, məsələn, iki nəfər öz arasında otursun, danışsın, desin ki, mən filan kəsdən xoşum gəlmir. Bunu bəlkə Allah Taala bağışlayar. Bir də var, sən çıxıb məsciddə və yaxud da sosial şəbəkədə və yaxud toplumun qarşısında deyəsən ki, filan kəs pisdir. Bunu Allah Taala bağışlamayacaq. O çox təhlükəlidir. Bunun təhlükəsini mən bir neçə hədislə izah edeyim. 1. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, nəmmam cənnətə girməyəcək. Nəmmam, yəni həmin o söz gəzdirən, qeybət edən, digərlərini gözdən salan. Bu 1. İkinci, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, mənə qəbirdə olan əzab göstərildi. Qəbirdə olan əzab. Göstərdilər ki, bir nəfər yerdə oturub, başqası da onun başının üstündə durub, əlində dəmir qarmaq. Qarmağı onun ağzının içinə salır, buradan cırır qafasına qədər ağzını. Sonra keçirdir bu tərəfə, bu tərəfini cırana qədər bu tərəf sağalır. Sonra təzdən bu tərəfini cırana qədər bu tərəf sağalır. Beləcə onun qiyamətə qədər ağzını cırırlar qəbirdə. Soruşdum ki, bunun günahı nədir? Deyir, bu adamdır ki, hamı buna inanırdı, bilirdi ki, bu danışdığı söz yalan deyil. Bu bundan istifadə edib yalanı danışırdı və o yalan hamıya doğru xəbər kimi yayılırdı. Bax, bunun cəzasıdır o. Cəmaatı aldatdığına görə. Deməli, alimlərdən biri gözəl bir hərəkət edir və öz hərəkəti ilə dərs verir. İbrətli bir dərs. Demək, bir nəfər gəlir onun yanına deyir ki, şeyx, filan kəsdən aramda incilik olub. Nə qədər deyirəm, mənə halallıq versin, halallıq vermir. Bəlkə sən o ilə danışasan, mənə halallıq versin. Deyir, ged onu çağır, mən danışaram o ilə. Gedir, həmin adamı çağırır. Deyir ki, bəs
Niyə halallıq vermirsən bu? Qardaşındır da, sən müsəlman qardaşın. O da təkliyə çəkir, şeyxi deyir ki, şeyx, bu bütün günü gedir, cəmaatı toplayır çayxanada, nə bilim, bazarda, mənim əleyhimə danışır. Mənim eyblərimi danışır, mənim qeybətimi edir. Mən onu necə bağışlayayım? Şeyx deyir ki, başa düşdüm. Bunu yola salır, həmin adamı çağırır, deyir ki, mən o ilə danışdım. O razılıq verdi mənə ki, mən onu bağışlayaram, halallıq verərəm. Ancaq bir şərtlə. Heç onu o adam deməyib, şeyx özündən bunu tərbiyələndirmək üçün bunu eləyir. Deyir, şeyx, mən hər şeyə razıyam, tək o mənə halallıq versin. Nə eləmək lazımdır? Deyir, gəl bura, gəl. İndi deyəcəm sənə nə eləmək lazımdır. Götürür yastığı, bu belə bir yastıq. Çıxır eyvana. Yastığı cırır, içindəki tükləri buraxır havaya. Və külək götürür, bu tükləri aparır 100 metrlərlə. Külək səpəlir, hər tərəfə səpələnir. Adama deyir ki, ged o tüklərin hamısını bir-bir yığ, gətir. Təzədən o yastığı düzəlt. O adam sənə halallıq verəcək. Bu başa düşür, o nə demək istəyir ona. Gedib o kimin yanında ki, qeybət eləmirsən. Bir-bir tutub onların hamısına deməlisən ki, mən səhv eləmişəm. Bu adam yaxşı adamdır. Ondan sonra Allah Taala sənə bağışlayar. Və bəzilərinə elə gəlir ki, elə oturdum, 100 nəfərin arasında qeybət elədim. Çox rahat da. Bunun məsuliyyəti bilirsiniz nədir? Qiyamət günü cənnətin qapısının ağzında dayanacaq müsəlmanlar. Ora qantara deyilir. Qantaratun. Cəhənnəmin üstündən keçəcəklər. Körpüdən keçir bu. Bu cənnətə girəcək. Amma bunun qul haqqı var boynunda. Həmin o qantarada dayanırlar. Boynunda qul haqqı olan ki var. Haqq hesablaşır o. Kimə ki zülm eləyib. O ilə orada haqq hesablaşır. Sən bunun haqqına girmirsən, indi bunun haqqını ödəmək üçün savablarından verəcəksən ona. Ona görə biz baxırıq, məsələn, alimlərin, sahabələrin həyatına, görürük ki, onların kimsə əleyhinə danışanda sevinirdilər ki, mənim savabımı artırır. Məsələn, Ayşə radiyallahu anh'ın yanına gəlir bir neçə nəfər, gəlir deyirlər ki, ey möminlərin anası, bir qrup xavarici var, təkfirçilər. Bunlar Əlini, Osmanı və digər sahabələr var. Onları kafir sayırlar. Onları lənətləyir, söyür. Hətta bəziləri Əbu Bakır və Ömərə də dil uzadırlar. Ayşə radiyallahu anh onlara nə cavab verir? Deyir ki, siz niyə təəccüb edirsiniz? O dediyiniz adamlar, Əbu Bakır, Ömər, Osman, Əli və digərləri. Bunlar İslamda az bir zaman yaşayıblar. Amma Allah Teala onların savab qapısını qiyamətə qədər açıq qoyub. Həqiqətən də elədir ya. 15 əsrdir ki, biz eşidirik ki, Əbu Bakırı lənətləyirlər, Öməri, Osmanı, Əlini və digər sahabələr lənətləyirlər. Savab qazandırırlar onlara. Qiyamət günü bunun əvəzini verəcəklər. Ona görə qardaşlar, bacardığınız qədər dilinizi qoruyun. Və bu elə-belə şey deyil. Yəni, mən deyim ki, mən dilimi qoruyacağım. Mən məsələn, bəzən tab gətirmirəm, dilimdən nəsə çıxır. Sonra tövbə edirəm ki, Allah mənə bağışlasın. Ancaq Allah kimə müvəffəq edirsə, o dilini qoruyur. Onun üçün nə edirsiniz? Bunun üçün gecə namazına qalxırsınız, ağlaya-ağlaya Allah'a yalvarırsınız ki, Allahım, qəlbimdə heç bir müsəlmana qarşı kin-küdurət saxlama. Hamısı qardaşımdır, bacımdır, hamısını bağışlayıram, hamısına hidayət ver. Və beləcə Allah Subhanahu taala sizi doğru yola yönəldəcək, ən xeyirli müsəlmanlardan olacaqsınız. Və bunun üçün Allahın özü bizə dua öyrədib. Məsləhət görürəm ki, o duanı əzbərləyəsiniz. Gecə namazında bu dua ilə təkrar Allaha yalvarasınız. Yadınızda saxlayın. Həşr surəsi 10-cu ayə. Həmin ayədədir bu dua. Hamısını o dua ilə Allaha dua edib deyirəm. Rabbənə əğfir lənə və li-ixvaninə ləzinə səbəqunə bil-iman və lə təcəl fi qulubinə ğillən lilləzinə əmənu Rabbənə innəkə raufur rahim. Ey Rəbbimiz, bizim hamımızı, əvvəlki möminləri də,
hamını, nə qədər indiyə qədər mömin olub, hal-hazırda nə qədər mömin var, hamısını bağışla və bizim qəlbimizdə möminlərə qarşı kin, kudurətə yer vermə. Həqiqətən sən bağışlayansan, şəfqətlisən. Bu dua ilə, ixlasla Allaha dua edən müsəlmanı qəlbində mən ümid edirəm ki, azacıq da olsun kin, kudurət qalmayacaq. Allahdan istəyim budur ki, Allah subhanahu teala yer üzündə olan müsəlmanların hamısını birləşdirsin, bir cəmaat, mehriban bir cəmaat etsin. Subhanakallahumma və bihəmdik, əşhədu ən la iləhə illə ənt, əstəğfiruka və atubu ileyk.